Konuşma galiba. Size de kanınıza benim. Onu öldürmek istedim. Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsan. 2022-ci il aprelin 4-də 19-cu polis şöbəsindən Nəsimi rayon prokurorluğuna aldığı bıçaq yaralarından 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin ölməsi haqqında məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, hadisə Ali Mustafayev küçəsi 29 ünvanında baş verib. Cinayəti törədən Rabil Qasımov həmin gecə saxlanılaraq istintaqa təhvil verilib. 4 aprel 2022-ci il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Ali Mustafayev küçəsi 29 ünvanında baş verib. Cavadxan küçəsi 24-də təcili tibbi yardım avtomobilində xərəkdə uzanmış kişi meyidinin döş qəfəsində bıçaq yaralarının olması müəyyən edilib. Axtarış zamanı üzərindən şəxsiyyət vəsiqəsi və mobil telefon aşkar edilib. Şübhəli şəxs qismində həmin gecə 1984-cü il təvəllüdlü Rabil Qasımov saxlanılıb. Kütləvi informasiya vasitələri məlumat yayıblar ki, Bəhruz Quliyev qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil Qasımov onu öldürüb. Lakin bu xəbər öz təsdiqini tapmayıb. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinə 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Bəhruz Quliyevin ölümünə ürəyin, ağciyərlərin və mədənin zədələnməsi ilə müşahidə olunan kəskin qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, aprelin 4-də Ali Mustafayev küçəsi 29 ünvanında yerləşən kafedə Rabil Qasımov, Bəhruz Quliyev, Rəhşad Qasımov tanışları Şükür Səfərovun ad gününü qeyd ediblər. Orta dərəcəli sərxoş vəziyyətdə oradan çıxıb gedərkən aralarında yaranan mübahisə zamanı Bəhruz Quliyev onu təhqir edərək üzünə yumruqla zərbələr vurub. Tanışına fiziki cəhətdən gücü çatmadığını görən Rabil Qasımov qisas niyyəti ilə onu öldürmək qərarına gəlib. Yaxınlıqda tikilməkdə olan yaşayış binasının yanında dayanan atası Vaqif Qasımova məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi Hyundai markalı avtomobildən bıçağı götürüb və Bəhruz Quliyevə 3 dəfə zərbə endirib. Bu hərəkəti ilə Rabil Qasımov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Rabil Qasımov bildirib ki, 4-cü mikrorayonda 20 yanvar küçəsi 29 ünvanında yaşayıb. Sakit təbiətli insan olsa da, pandemiya dövründə işsizlik və sıxıntıdan əsəbləri pozulub. Bəhruz Quliyevlə 19 nömrəli orta məktəbin yanında fəaliyyət göstərən çay evində tanış olub. Həmin obyekti icarə əsasında tanışı Rəhşad Qasımov işlətib. Aprelin 4-ü saat 20 radələrində dostları ilə görüşmək üçün ora gedib. Onun təşəbbüsü ilə Bəhruz, Rəhşad və Şükürlə birlikdə sonuncunun ad gününü qeyd etməkdən ötürü kafeyə yollanıb yeyib içiblər. 2-3 saatdan sonra oradan çıxanda Bəhruzla aralarında mübahisə yaranıb. Belə ki, tanışı ondan borca götürdüyü 21 manat pulu gec qaytardığı üçün o gileylənib. Bəhruz isə cavab olaraq onu və ailəsini söyüb. Bir-birinin ünvanına nalayiq ifadələr işlətərək əlbəyaxa olublar. Bəhruz üzünə yumruqla güclü zərbələr vurub. Buna görə idarə etdiyi avtomaşınına doğru qaçıb. Qapının saxlanc yerindən götürdüyü açılıb bağlanan bıçaqla ağır söyüşlər söyməkdə davam edən Bəhruza yaxınlaşıb. Şükür Bəhruzu tutub kənara çəkməyə çalışsa da, o sakitləşməyib. Bəhruzun döş qəfəsinə zərbə endirib. Yaralanan tanışı tikilməkdə olan çox mərtəbəli binanın sağ tərəfinə qaçıb. Onlar da onun arxasınca qaçıblar. Bəhruzu biraz irəlidə yıxılıb, üzü üstə uzanıqlı vəziyyətdə qaldığını görüblər. Silkələyib onu çağırsa da səsi çıxmayıb. Rəhşad qışqıraraq Bəhruzu tez xəstəxanaya çatdıraq deyib. Amma o yaşadığı evə gəlib və atasına adam bıçaqladığını bildirib. 5-10 dəqiqəyə qayıdacağını söyləyərək yenidən evdən çıxıb. Taksiyə oturub sürücüyə Novxanı qəsəbəsinə sürməsini deyib. Yolda olanda atası zəng edib, polis əməkdaşlarının onu axtardığını xəbər verib. Masazır qəsəbəsi yaxınlığında sürücüyə maşını saxlamasını deyib və bıçağı atıb. Yarım saatdan sonra yaşadığı ünvana çatanda binanın heyətində polisləri görüb.
04 aprel 2022-ci il tarixdə Quliyev Bəhruz Möysümoğlu'nun qətlə yetirilməsi ilə əlaqədar Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq edilən 220-076-014 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş. Deməli, Qasımov Rabil Vaqifoğlu'nun iştirakı ilə ifadənin yerində yoxlanmasına hərəkət üçün Nəsimi rayon prokurorluğunun inzibati binasında toplaşmışıq. Və hadisənin nə cür baş verməsini göstərə bilərsən bizə? Harada baş verib hadisə? Üçüncü rayonda, Məktəbin yanında. Şübhəli şəxs hadisənin Nəsimi rayonu ərazisində 19 nömrə məktəbin yanında baş verdiğini bildirir. Nə cür baş veribsə hadisə, o formada sual verilmir. təklif olundu ki, arzulıqdan bilməsin, nə cür baş veribsə. Ondan əvvəl hardan gəldi? Hansı kafedə? Kim gəlmişdi? Ben içəyə gəlmişdim. 4 nələr. Kim? Baba, adam bilmir. Baba, Yaşar. Baba ilə gəldi. Nə düşür? Aha, sonra? Yaşar, sən, sonra? Çok şeyde yakınlaştık. Bəs öbüsü? 3 nəfər idiniz elə? Yok, çok ödüyor. Burası onlar gelmedi. Bəxsiz oradaydı. Değerli soram geldi. Hə, gördünüzcə buradaydı. Harada dayanmışdınız? Benim maşın değil. Maşın yanında. Nə cür baş verdi hadisə? Burası. Kim çaldın? Hadisəni kim çaldı? Değerli. Neynədir? El bulattı. Dava düştü. Ben de başladım. Yıldık aklıma. Ben de başladım çaldım. Haran atıyordu? Sen neynədin bəs? Attım aşağı çaldım. Maşın haradaydı orada? Bir də göstərin. Bir dakika. Maşın oradaydı. Ne gidiyor? Sen bu buranı da çək. Yaxın gəl. Hə. İndi sən neynədin? Hə. Bıçağı götürdün. Öz bıçağını yedin sən. Hə, götürdün neynədin? Burada vurdun onu. Burada xəsarət getirdin. Və sonra nəfər oldu? Ondan sonra nəfər oldu? Kim var getdi? Ondan sonra değerli sıra kaçtı. Bəhruz hardan getdi? Bir sola. Bu yolla. Aha, o yolla. Rəşad kim? Aranızda onları koyuyor. Rəşad kimdə onların arasında? Sən hardan getdin? Bu tərəfdən getdin ora. Bir göstərəm hara getdin. Harada? Buradaydı. Hansı vəziyyətdə? Üstə belə uzandı vəziyyətdə. Yanında kim var idi səndən başqa? Sən buradan gəl. Bir yanında uşaqlar var idi. Sən gəlin neynədin? İçeride görürse çıkartıyor. Hansı tərəfə getdin? Hə, gəldim bura. Öz başında oturdun, çıxın getdin. Bıçağı neynədin? Harada? Buradan maşından hara getdin? Aklım merkez getdim məyə, maşın koydum məyə. Aha. Oradan çıktım getdim, aklım çok çektim. Hardan oturdun? Yolunda. Hansı tərəfdə? Yolun belə. Həydəqlərin arasında belə Hə, mən salamız. 26 taksi ilə getdin. Kurtalan qurduğundan bir martıdan düz. Hara? Hətta kim araya eləyib bir martıdan deyil. İlində hansı yolla getdin? Masajır yoluna gələcəkdim, kim oxanı Hə, bəs eləyib. bıçağı neynədin? Qaranlıqda bisiklet kullanılır. Harada? Maşında olanda. Taksilər yolda. Yeri bilirsən, dəqiq hara durmadadır. Göstərə bilərsən. Bilməm o hara düşüb, haradadır. Təqribi hardan keçirdin? Yadındadır həmin vaxt? Hardan keçirdin həmin vaxt? Valla Atanda? ben hiç baş kan qara bilmirdim. Göstərə bilərsən. Çünki ilk Yalan, ifadəndə dedin ki, masajı tərəfdə, gölün yanında Keçəndə tulladım. tullanmışam. Demədim göstərə bilərəm. Bildim. O yeri indi bizə göstərə bilərsən ya. Göstərə bilərəm, bir də tapamlayım ki. Göstərə bilərsən də. Mədə bilmirəm, avra göstərərəm. Hara attın kanka, göstərə bilərsən. Dəqiq yerini bilmirsən. Əlavə düzəlişim var, bir ifadənin yerində bilmirsən. İtirazım var.
Şahid İlham Vəliyev bildirib ki, binanın yaxınlığından səs-küy eşidərək orada Rəşad, Şükür, Rabil və Bəhruz adlı şəxslərin mübahisə etdiklərini görüb. Nalayiq ifadələrdən istifadə ediblər. Rəşad və Şükür dalaşanları ayırmağa çalışıblar. Daha sonra hamısı Bəhruzun arxasınca qaçıb. Yaralanan şəxs müvazinətini itirərək yerə yıxılıb. Yaxınlaşanda onun sinəsindən təzyiqlə qan gəldiyini görüb. Şükür 103 xidmətinə zəng edib, amma təcili tibbi yardım maşını gec gəldiyindən Bəhruzu tanımadığı şəxsin avtomobilinə qoyub xəstəxanaya aparıblar. Yolda həmin ünvana gələn təcili yardım maşını ilə rastlaşıblar. Müayinə edən briqadanın həkimi Bəhruzun öldüyünü bildirib. Şahid Emin Cabbarov ifadəsində göstərib ki, Rəşad Qasımovun işlətdiyi çay evində ofisant işləyir. Aprelin 4-də axşam Bəhruz Quliyev çayxanaya gəlib 21 manat pul verərək ondan həmin məbləği borclu olduğu Rabil Qasımova çatdırmasını xahiş edib. Bir müddətdən sonra Rabil içəri daxil olaraq Rəşad gələn oturduğu masada əyləşib. O yaxınlaşıb pulu Rabilə verib. Daha sonra müştərilər çox olduğundan başı işə qarışıb. Səhərsi gün iş yerinə gələndə Rabilin Bəhruzu öldürdüyünü bilib. Mərhuma məxsus telefona baxış keçirilərkən aprelin 1-də və 2-də Rabil Qasımovun istifadəsində olan mobil nömrədən daxil olan zənglərə Bəhruz Quliyev tərəfindən cavab verilməməsi müəyyən edilib. Məhkəmə iclasında Rabil Qasımov ittiham üzrə özünü təqsirli bilib, əməlindən artıq dərəcədə peşman olduğunu qeyd edib. Zərərçəkin şəxsin hüquqi varisi Laləzar Quliyeva ifadəsində göstərib ki, aprelin 5-nə keçən gecə qardaşı oğlu Elçin Həsənov onlara gələrək Bəhruzun öldürülməsi haqqında məlumat verib. O, Rabil Qasımovla barışdığını və ona qarşı şikayəti olmadığını bildirib. Məhkəmə mövcud hallara qiymət verərək Rabil Qasımovun Cinayət Məcəlləsinin 120.1-ci qəsd adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib. 2022-ci il oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Rabil Qasımov 9 il müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il yanvarın 24-də səhər saatlarında Koroğlu metro stansiyasının yanında ticarət köşkündə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun meyidinin aşkar edilməsi barədə 25-ci polis şöbəsindən Nizami rayon prokurorluğuna məlumat daxil olub. Bundan bir neçə saat sonra Xəzər rayon polis idarəsinə gələn Əhməd Hüseynov taksi sürücüsünü qisas məqsədi ilə öldürdüyünü bildirib və bıçağı növbətçiyə təqdim edib. 24 yanvar 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Heydər Əliyev prospektində Koroğlu metro stansiyasının yanında yerləşən ticarət köşkündə baş verib. Ayaqları qapıya tərəf, arxası üstə uzanıqlı vəziyyətdə 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun meyidi aşkar edilib. Hadisə mağazində baş verib. Adam ölən nəsə almağa giribmiş, o birisi də gəlib bıçaqla vurub da tanınmır o. Gedib özü təslim olub polisə. Deyib, yaxın durmayın, namus üstündədir. Vuran özü deyib. Çıxıb gedib. Girməyini görmədim. Bir zaman ben burada durmuşduq. Birdən dedilər ki, qışqırışdılar, qaçdı ora. Oğlan çıxdı eşə dedi ki, yaxın gəlmə, bıçaq alındadır. Namus məsələsidir, dedi, çıxdı getdi. Xəzər rayon polis idarəsindən Nizami rayonu 25-ci polis şöbəsinə Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun könüllü gəlib təslim olması barədə məlumat verilib. Yanvarın 24-ü saat 11 radələrində paytaxtın Nizami rayonu Koroğlu metro stansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Nurlan Məmmədovun bədən səthində 4 ədəd bıçaq yarası aşkar edilib. Ölümünə ürəyin sol yuxu arteriyasının və qırtlağın zədələnməsi ilə müşahidə olunan kəskin qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, Əhməd Hüseynov 2007-ci il təvəllüdlü qızının taksi sürücüsü Nurlan Məmmədov tərəfindən zorlandığını öyrənib. Qisas məqsədi ilə gündəlik hərəkət marşrutunu müəyyən etdikdən sonra yanvarın 24-ü saat 11 radələrində Nurlan Məmmədovun idarə etdiyi avtomobillə sərnişinləri Koroğlu metro stansiyasının yanına gətirməsini görüb. Həmin şəxsin maşından düşüb ticarət köşkünə girməsini gördükdə onun arxasınca içəri daxil olaraq üzərindəki ov bıçağı ilə Nurlan Məmmədovun boynuna və sinəsinə var gücü ilə zərbələr vurub. Bu hərəkəti ilə Əhməd Hüseynov zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Əhməd Hüseynov bildirib ki, ailəsi ilə birlikdə Bina qəsəbəsində yaşayıb. Qızı orta məktəbin 11-ci sinifində oxuyub. Özü müxtəlif şirkətlərdə fəhlə kimi çalışaraq ailəsini dolandırıb. Yanvarın 18-də evdə olanda arvadı Sevinç Hüseynova işdən zəng edərək ona Aynurənin məktəbdə hərbi hazırlıq dərsində iştirak etməməsini bildirib. Evdən çıxıb məktəbə gedib. Sinif rəhbəri ona deyib ki, arvadı idman müəllimi ilə əlaqə saxlasın. Axşam evdə yoldaşı ilə birlikdə övladından yenə də hansı səbəbə görə dərsə girmədiyini və harda olmasını soruşduqda Aynurə müxtəlif bəhanələr gətirib. Məsələni araşdıranda biliblər ki, idman müəllimi Aynurəni taksi fəaliyyəti ilə məşğul olan Nurlan adlı şəxsin avtomobilinə əyləşməsini görüb. Qızı və oğlu İçərişəhər metro stansiyasının yaxınlığında ingilis dili üzrə hazırlığa gediblər. Uşaqlarından öyrənib ki, onlar Bina qəsəbəsindən Koroğlu metro stansiyasına qədər Nurlan adlı taksi sürücüsü ilə gediblər. Hətta Nurlan qızının ibadətlə məşğul olmasını biləndə ondan ödəniş qəbul etməyib, yalnız oğlundan gediş haqqı alıb. Bilib ki, Nurlan Məmmədovun öz övladları da həmin məktəbdə oxuyurlar. Arvadı qızından Nurlanın telefon nömrəsini götürüb ona zəng edib və bu barədə polisə müraciət edəcəyini deyib. Amma həmin şəxs Sevinç Hüseynovaya onu səhv başa düşdüyünü bildirib. Bu zaman o yoldaşından telefonu götürərək Nurlana görüşmək istədiyini deyib. Danışıq tərzindən hiss edib ki, o yaxşı insan deyil. Onunla görüşüb məsələni aydınlaşdırmaqdan yayınıb. Bu elə məsələdir ki, dərinliyinə getsə, sənin də başın aşağı əylər, mənim də deyib. Eşitdiyi sözlərindən özünü narahat hiss edib. Danışıb qurtarandan bir müddət sonra mənə zəng eləmə, sabah özüm əlaqə saxlayacağım məzmunlu mesaj göndərib. Səhərsi gün Nurlanın ona toxunub-toxunmamasını soruşduqda qızı həmin şəxslə cinsi əlaqədə olmasını bildirib. Qızı anasına danışıb ki, Nurlan müxtəlif vaxtlarda məktəbin qarşısına gələrək onu maşına otuzdurub aparıb. Günəşli ya da Əhmədli qəsəbəsində tanımadığı evdə onunla yaxınlıq edib. Bunları eşitdikdə artıq Nurlanı öldürəcəyini qərarlaşdırıb. Yanvarın 19-da Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzinə gedib xatırlamadığı mağazadan bıçaq alıb. Daha sonra isə Nurlanı axtarıb. Bina qəsəbəsində yaşayan dost tanışından onun barəsində maraqlansa da məlumat ala bilməyib. Get kontakt proqramı vasitəsilə Nurlanın şəklini əldə edib. Ayın 23-də səhər övladlarını oxuduğu məktəbin qarşısına gedib. Ora üzərində taksi nişanı olan Opel markalı avtomobilin gəldiyini görüb. Nurlanı dərhal avtomobilində vurmaq istəyib. Lakin dəqiqləşdirmək üçün məktəbə daxil olub oğlunu çağırıb. Geri qaydanda artıq taksi sürücüsünün getdiyini görüb. Əlamətlərini təsvir etdikdə oğlu həmin şəxsin dəqiq Nurlan Məmmədov olmasını bildirib. Yanvarın 24-də evdən çıxıb yenidən məktəbin qarşısına gəlib. Nurlanın orada olmadığını görüb. Binədən Koroğlu metro stansiyasına müştəriləri 1 manat müqabilində apardığını bildiyi üçün qəsəbənin mərkəzinə yollanıb. Nurlanın avtomobilinə artıq 4 nəfər oturduğundan o əyləşə bilməyib. Bu səbəbdən başqa nəqliyyat vasitəsilə saat 10 radələrində metronun yanına gəlib. Avtomobili metronun çıxışından biraz kənarda körpünün altında saxlayan Nurlan düşüb ticarət köşkünə tərəf gedib. Onun
onun arxasınca hərəkət edib, namus məsələsi olduğu üçün həddindən artıq qəzəbli olub. Arxasınca köşkə girəndə əvvəl satıcını görməyib. Nurlanın həmin an onu görüb görmədiyini dəqiq xatırlamır. Heç bir söz soruşmadan dərhal gödəkçəsinin sağ cibindən çıxardığı bıçaqla sol istiqamətdən Nurlanın ürəyinə və boğazına ardıcıl güclü zərbələr vurub. Bu zaman vitrinin arxasından çıxan satıcını görüb. Ona heç nə söyləmədən köşkdən çıxıb və metronun girişinə doğru gedib. Orada dayanan taksiyə yerləşib Mərdəkan qəsəbəsinə yollanıb. Xəzər rayon polis idarəsinə gedərək əməkdaşlara adam öldürdüyünü bildirib və bıçağı təqdim edib. Hadisə zamanı narkotik vasitələrin və spirtli içkinin təsiri altında olmayıb. Ticarət köşkünün satıcısına xəsarət yetirməyib. Əksinə çalışıb ki, Nurlan Məmmədovu vuranda heç kim görməsin. Nurlanı öldürmək istəməsi barədə əvvəlcədən ailə üzvlərinə heç nə deməyib. Nurlan Aynuraya məxsus qızıl qolbağı və sırğaları idarə etdiyi avtomobilin kirayəsini ödəmək adı ilə hədə-qorxu gələrək alıb. Məhkəmə iclasında Əhməd Hüseynov ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, cinayəti övladının həyatı puç olduğu üçün törədib. Zərərçəkmiş şəxsin hüquqi varisi Kərəm Məmmədov ifadəsində göstərib ki, Əhməd Hüseynovun oğlu Nurlanın üzərinə göndərdiyi 5 nəfər onu döyərək su kanalının yanına atıblar. Əhməd Nurlanın ölmədiyini biləndən sonra onu şəxsən özü qətlə yetirəcəyini deyib. İstintaqa çağırılanda hadisənin namus məsələsi ilə əlaqəli olduğunu bilib. Təqsirləndirilən şəxslə aralarında barışıq olmayıb. Məhkəmə iclasında şahid Aynur Hüseynlinin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən 2023-cü ilin noyabr ayında onları yaşadıkları qəsəbədən Koroğlu metro stansiyasına qədər taksi fəaliyyəti ilə məşğul olan Nurlan Məmmədov aparıb. Bir neçə dəfə də geri qaydanda onun maşınına əyləşiblər. Nurlandan xoşu gəlib. İlkin ifadəsində həmin şəxslə bir neçə dəfə zorla cinsi əlaqədə olmasını qeyd etsə də, əslində yaxınlığı öz istəyi ilə olub. Qorxduğu üçün valideynlərinə bəzi şeyləri yalan danışıb. Nurlanın onu aldatmasını sonradan bilib. Onunla evlənəcəyini söz verdiyi üçün buna inanıb və aldanaraq onunla yaxın münasibətdə olub. Anasına və özünə məxsus qızıl boyunbağını, 2 ədəd qolbağı və bir cüt qızıl sırğanı Nurlana könüllü özü aparıb verib. Yanvarın 18-də idman dərsinə girmədən məktəbdən çıxıb. Nurlanla görüşərək onun təşəbbüsü ilə Binə qəsəbəsində yerləşən evdə cinsi əlaqədə olublar. Həmin gün onun dərsə gəlməməsi məsələsi üzə çıxdığına görə hər şeyin üstü açılıb. Olanları ata-anasına danışıb, başqa çıxış yolu qalmayıb. Avtomobildə tapılan ağ rəngli, ekrana sınmış vəziyyətdə olan telefonu bir müddət istifadə etmək üçün Nurlan ona verib. Sonra özünə pul lazım olduğunu söyləyərək telefonu ondan geri alıb. Şahid Əkbər Əliyev ifadəsində göstərib ki, Koroğlu metro stansiyasının yanında yerləşən ticarət köşkündə satıcı işləyib. Yanvarın 24-ü səhər saat 6 radələrində köşkü açaraq işə başlayıb. Təxminən saat 10:30-da köşkə daxil olan Nurlan Məmmədov siqaret istəyib. Təzə işə başladığından malların yerini dəqiq bilməyib. Buna görə sağ tərəfə çevrilərək siqareti axtarmağa başlayıb. Bu zaman köşkə tanımadığı bir nəfər girərək bıçaqla Nurlan Məmmədova zərbələr endirib. Əhməd Hüseynov heç nə söyləmədən köşkdən çıxıb və metroya tərəf qaçıb. Nurlan Məmmədov malların üzərinə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Postpatrul əməkdaşını görərək ona baş vermiş hadisəni danışıb. Sonra hadisə yerinə digər əməkdaşlar gəliblər. Həmin gün yaranmış nasazlıq səbəbindən işıqlar söndüyü üçün köşkün təhlükəsizlik kameraları işləməyib. Digər obyektlərdə də işıq söndüyündən hadisənin video görüntüləri qeydə alınmayıb. Məhkəmə qənaətə gəlib ki, Əhməd Hüseynova qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin 120.1-ci qəsd adam öldürmə və 228.4-cü qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama və ya gəzdirmə maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2024-cü il iyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Əhməd Hüseynov 9 il 1 ay müddətinə azadlıqdan məhrum olunub.